Hə. Əziz həmvətənlər, əziz Azərbaycan xalqı, bugün Azərbaycanın azadlığı uğrunda şəhid olmuş kiçik qardaşım Vidadi İskəndərlinin mövlud günüdür. Qısa da olsa sizə məlumat verim. Vidadi İskəndərli 1962-ci il mayın 2-də Göyçayda ziyalı alasınlarında olmuşdur. 1984-cü ildə Xarkov Hüquq Akademiyasının məhkəmə və prokurorluq ixtisasını müvəffəqiyyətlə bitirmiş, 89-cu ildə Ukraynanın Nikolayev vilayətində xüsusi mühüm işlər üzrə müstəntiq, sonradan isə ağır cinayətlərə dair xüsusi mühüm işlər üzrə istintaq qrupunun rəisi olmuşdur. Azərbaycan müstəqilliyi əldə etdikdən sonra o Azərbaycana qayıtmış, Bakı şəhər prokurorluğunda fəaliyyətini davam etdirmişdir. Növbəti mərhələdə Azərbaycan hakimiyyəti onu Respublika prokurorluğunda nəzərdə tutmuşdur. Lakin milli xainlərin dövlət çevrilişi nəticəsində buna müəssər ola bilmədik. Vidadi İskəndərli prokurorluqdan könüllü olaraq getmiş korrupsiya və rüşvətə etiraz əlaməti olaraq o öz fəaliyyətini Azərbaycan xalqının hüquqlarını müdafiəsi yolunda hüquq müdafiəsi kimi çalışmağa başlamış. 2010-cu ildə Göyçay Ağdaş seçki idarəsindən parlamentə namizədliyin vermişdir. Lakin Göyçay Ağdaş xalqı ona səs versə də, hakimiyyət onun deputat mandatından məhrum etmiş, əksinə ona cinayət işi qaldıraraq 3 il azadlıqdan məhrum etmişdilər. Beynəlxalq təşkilatlar, Amnesty International, Human Rights Watch onu vicdan məhbusu elan etmiş və onun dərhal azadlığa buraxılması üçün Amerika Departamenti dəfələrlə bəyanat vermişdir. Həbsxanadan sıxılandan sonra ona hakimiyyət tərəfindən xəbərdarlıq edilmişdilər ki, əgər fəaliyyətinə son qoymasan, səni qətlə yetirəcəyik. Və bu səbəbdən 2016-cı ildə Azərbaycanı tərk edərək Gürcüstana gəlmişdir. Biz birlikdə Gürcüstanda olanda Azərbaycan hakimiyyəti bizi qətlə yetirmək istəyirdi. Və biz Avropa dövlətlərinin və Amerika dövlətinin təkidi ilə Gürcüstanı tərk edərək Fransaya gəldi. O Fransada da öz fəaliyyətini davam edirdi. Ona saysız hesabsız telefon zəngləri gəlirdi ki, fəaliyyətinə son qoy, yoxsa səni öldürəcək. 2024-cü il sentyabrın 29-da səhər 6-da naməlum şəxslər maska taxaraq onun yataq otağına pəncərədən daxil olaraq çoxsaylı bıçaq zərbəsi endirmişdir. Lakin o namərdlərə can verməmişdir. Namərdlərlə 15 dəqiqə ərzində tək başına mübarizə aparmış və arxadan kimsə onun bu namərdlərdən biri bıçaqla başına vurmuşdur. Oktyabrın 1-də dünyasını dəyişdi və biz onu vəsiyyətinə uyğun olaraq Fransada dəfn etdik. O mənə son vəsiyyətini etdi. Dedi, qardaş, bilirdim ki, məni öldürəcəklər, lakin mən Azərbaycanın azadlığı uğrunda mübarizəyə qalmışam. Bu yolda şəhidlik mənim xalqıma ən böyük hədiyyə olar. Məni Azərbaycan bayrağı ilə Fransada dəfn edin. Nə vaxtsa Demokratik Azərbaycan Respublikası yaranarsa, vətənimin qeyrətli oğulları, sizlər mənim məzarımı Azərbaycana çevirin. O bu sözləri deyərək Azərbaycan, Azərbaycan, sənə qurban olum deyərək gözlərini əbədi yumdu.